Salam. Deməli, nitrat turşusu güvən test toxlusundan nitrat turşusunun və duzlarını bugün işləyəcəyik. 26.3-dən başlayırıq. Birinci sualda deməli, kuprum nitrat turşusunun, qatı nitrat turşusunun reaksiyası X1 maddəsi. Ümumiyyətlə, burada nə alınır? Alınır buradan reduksiya məhsulu olaraqdan deməli, NO2, kuprum nitrat və su. İndi təbii ki, burada oksigenlə su ilə reaksiya girən NO2 olacaq. X1 maddəsi. Sonra buradan alınır nitrat turşusu, X2 maddəsi. Nitrat turşusu amonyakla NH4NO3 amonium nitrat əmələ gətirəcək. Bunun da parçalanmasından N2O və su alınacaq. Deməli, Y maddəsi olacaq N2O. Uyğun cavab D variantı. Keçdik, duru nitrat turşusu ilə reaksiya daxil olan maddə. Pasiv metallar duru nitrat turşusu ilə ümumiyyətlə reaksiya daxil olmurlar. Yəni, pasiv deyəndə qızıl platin mənasında, yəni lap pasiv metallar. Amma orta aktiv və pasivlərdən də mis, civə, gümüş, bunlar reaksiya daxil olur. İndi bunların içərisindən baxaq, ümumiyyətlə daxil olmayan silisiumdur, azotdur, oksigendir, daxil olmur, mis daxil olur. Deməli, uyğun cavab C variantı. Üçüncü sualda metalımız civədir. Qatı nitrat turşusunun reaksiya məhsulu. Qatı nitrat turşusuna görə ki, buradan reduksiya məhsullarını verir. Yəni, metalın alınan duz və yaxud da ki, suyu göstərməyib. Ona görə də X maddəmiz reduksiya məhsulu olaraq NO2 şəklində qatıdan alınan. Hansı sırada olan hər üç metal soyuq qatı nitrat turşusuna reaksiya daxil olmur. Deməli, alüminium, xrom, nikel, dəmir və bunlardan baxacağıq. Uyğun cavab C variantı. Dördüncü sualdır. 5-də hansı maddələr cütü qatı nitrat turşusuna adi şəraitdə reaksiya daxil olur? Bunlardan başqa, təbii ki, nikel də var. Bunlardan başqa hamısını götürmək olar. İndi baxaq, xrom olan variantları çıxaq, dəmir olan variantı çıxaq. Qatı nitrat turşusuna adi şəraitdə reaksiya daxil olur. Məsələn, barium adi şəraitdə daxil olur. Barium SO4 nitrat sulfatı çıxarda bilməz. Bu da getdi. SO4 çıxarda bilməz, getdi. Kalium OH və kalium karbonat. Qələblərlə əsas istənilən turşu ilə reaksiya daxil olur. Bu da götürülür. Kalium karbonat da ki, nitrat karbonatı çıxardacaq. Ona görə də bu reaksiyada məhlulda adi şəraitdə gedən reaksiyadır. Uyğun variant D variantı. Qatı nitrat turşusu ilə reaksiyasından NO2 əmələ gələn metal. NO2 verən pasivlərin bu əvvəlki nümayəndələridir. Deməli, duru nitrat turşusu ilə reduksiya məhsulunu müəyyənləşdirin. Pasiv metallar duru ilə NO verir, C variantı. Qatı nitrat və qatı sulfat turşularına aid ifadələri müəyyənləşdirin. Dissosiasiya edir, bu qatı nitrat turşusuna aiddir. Deməli, buraya yazaq HNO3. Higroskopikdir, qatı sulfat turşusuna aiddir. Ağzaçıq qabda qalanda kütləsi dəyişir. Nitratın kütləsi azalır, sulfatın kütləsi artır. Ona görə bu hər ikisinə aiddir. İndi uyğunlaşdırsaq, 1-3 qatı nitrat turşusu, 2-3 qatı sulfat turşusu, uyğun cavab Y variantı. Keçdik 8-ci sualda. Hansı reaksiya nəticəsində azot 5 müsbət 2 müsbətə keçmiş olur? 5 müsbət təbii ki, nitrat turşusunun tərkibindədir. 2 müsbətlər NO-dur da. NO-dur. Deməli, nitratdan NO-nun alınması. Məsələn, qatı nitrat turşusu aktiv metallarla N2O verir. Deməli, burada müsbət 1-ə keçir. Olmaz. Sonra ikincidə kuprum duru nitratla NO verir, götürürük. Karbon qatı ilə pasiv metallar kimi NO2 verir. Ona görə bunu da götürmürük. Deməli, yalnız 2. Uyğun cavab Y variantı. 9-cu sualda kalsiumun, kuprumun qatı duru nitrat turşusuna reaksiyaları verir və XYZ maddələrini birinci təyin edək. Qatı nitratla N2O, oksidaşma dərəcəsi müsbət 1. Kuprumun qatı ilə NO2, oksidaşma dərəcəsi müsbət 4. Və duru ilə isə NO və müsbət 2.
İndi oksidləşmə dərəcə azalma ardıcıllığı ilə ən birinci Y NO2-dir, sonra Z maddəsi NO və X maddəsi N2O. YZX uyğun cavab 9-da B. Keçdik 10-cu sualda. Deməli, duru nitrat turşusu mislə reaksiyasından buradan alınacaq NO oksidləşəndə NO2 və su ilə oksigenlə nitrat. Hansı mərhələdə azot oksidləşir? Oksidləşir nə deməkdir? Yəni reduks edicidir. Reduks edici, yəni verdikdə oksidlə elektronunu verən. Elektron verdikcə də azdan çoxa doğru gedir. İndi baxırıq ki, müsbət 2-dən müsbət 4-ə doğru gedib, deməli burada oksidləşib. Sonra 4-dən 5-ə gedib, deməli oksidləşib. Amma burada isə müsbət 5-dən müsbət 2-yə gəlib, yəni azalıb, deməli 1 olmur. 2, 3 uyğun cavab 10-da C variantı. Kuprumun qatı nitrat turşusu reaksiyasından deməli burada reduksiya məhsulu olaraq alınacaq NO2. X maddəsi üçün hansı ifadə doğrudur? Turşu oksididir, doğru. Amoniakın katalitik oksidləşməsindən burada NO-dur. Su ilə reaksiya daxil olunur, olur. Deməli, yalnız 1. Uyğun cavab A variantı. 12-ci sualda natriumun nitrat turşusu ilə reaksiyasından bir hansı halda qatı və duru olduğunu götürülüb. N2O alınıbsa, deməli, qatıdır. Sonra kuprum nitrat turşusuna NO verirsə, deməli, durudur. Kükürt NO2 verirsə, deməli, qatıdır. İndi qatı oldu 1-3, duru da oldu 2. Uyğun cavab 12-də B variantı. 13-cü sualda hansı reaksiyada X azot oksididir? Azotun oksigenlə reaksiyasından azot dioksiddir, daha doğrusu azot dioksiddir. Deməli, azotun oksigenlə 2000 dərəcədə buradan NO-nun alınmasıdır. Deməli, bu olmaz, azot monoksiddir bu. Sonra qatı nitrat turşusu ilə reaksiyasından NO2-dir, bunu götürürük. Natriumun qatı ilə reaksiyasından N2O-dur, bundan da işimiz yoxdur. Deməli, yalnız 2. Uyğun cavab D. 14-cü sualda deyir, hansı maddə nitrat turşusunun reduksiya məhsulu deyil. Yəni, qatı duru söhbət eləmir, sadəcə nitrat turşusundan alına bilməyən hidrogen heç vaxt alınmır. Nitrat turşusu məhlulda hidrogen vermir. Uyğun cavab Y variantı. Növbəti 15-ci sualda deyir, hansı reaksiyadan hidrogen alınır? Deməli, azot nitrat turşusu daha doğrusu heç vaxt hidrogen vermir. Deməli, kuprum, pasiv metallar hidrogen ayıra bilmir ümumiyyətlə, duru da olsa, qatı da olsa. Plümbium ancaq qatı nitrat, qatı sülfatla reaksiya girir ki, o da hidrogen ayırmır. Və bir dənə qaldı dəmir. Dəmir ekvivalentlidirsə, deməli durudur və durudan da nə çıxır? Hidrogen çıxır. Ona görə də yalnız bir hidrogen ayırır. Uyğun cavab C variantı. Keçdik 16-cı sualda. Hansı reaksiyada X nitrat turşusudur? Deməli, buradakı nitrat turşusunun alınma reaksiyası da NO2-nin su ilə reaksiyası nitrat və NO. Burada da nitratdır. Deməli, 1, 2, N2O3-də nitrit olmalıdır. N2O3-dürsə, deməli, nitritdir. Ona görə uyğun cavab D. 17-ci sualda duru nitrat və qatı nitrat turşusu. Deməli, ifadələri maddələrə uyğun olaraq Eylervin diaqramında qeyd edilir. Mis metalı ilə reaksiyasından NO2 qazı ayırır. Deməli, bu qatıdır. Onda 1-i yazıram bura. Dəmirlə reaksiyasından dəmirin 3 valenti duzu alınır. Deməli, bunu hər ikisinə yazmalıyam. Ona görə ortaya yazırıq. Sonra soyuq halda xromu passivləşdirir, reaksiya getmir. Bu qatıya aiddir. Natrium metalı ilə reaksiyasından amoniak alınır. Bu duruya aiddir. 4 bura. Qızılla reaksiya daxil olmur heç biri. Ona görə 5-də hər ikisinə aiddir. 4, 2, 5, 1, 3. Haradadır bu? D variantı 17-ci sualda. Keçdik 18-ci sualda. Deməli, fosforun duru nitrat turşusunun reaksiyasından
duru və plus su reaksiyadan alınan maddələri müəyyənləşdirin. Deməli, buradan alınacaq H3PO4, bir də NO. Çünki duru olanda NO çıxırdı. Ona görə NO2 olan variantları ümumiyyətlə ataq. NO2 olan variantlar. Qalır HPO3, NO, H3PO4, NO. Fosforda H3PO4 alınacaq. Uyğun cavab olaraq nəzəriyyə kitablarında C götürülür. Bəzi yerlərdə HPO3-ün götürüldüyü reaksiyalarda var, amma əsas etibarı ilə H3PO4-ü götürəcəyik. Keçdik 19-cu sualda. X nitrat turşusunun reaksiyasından doğru olanları deyib müəyyənləşdirin. Deməli, əgər kuprumdursa X maddəsi duru nitrat turşusu ilə reaksiyasından NO ayrılır. Deməli, birinci ifadə doğrudur. Sonra kükürt dedik ki, özünü pasiv metallar kimi apardı. Qatı ilə NO2 verir. Onda bu da doğrudur. Fosfor duruda NO verməlidir. Bu səhvdir. Kalsium qatıda N2O verməlidir. Bu da səhvdir. Deməli, 1-2. Uyğun cavab Y. 20-ci sualda hansı halda duru turşu götürülüb? Deməli, sulfat turşusuna reaksiya getmirsə passivlərlə, deməli ki, burada durudur. 1 doğru. Kuprum SO2 ayırırsa qatıdır. Kuprum nitratla NO2 ayırırsa qatıdır. NO ayırırsa durudur. 1, 4. Uyğun cavab C. 21-ci sualda deməli, nitrat turşusunun reaksiyasında qatı yoxsa duru olduğunu təyin eləməliyik. Əgər NO ayırıbsa, deməli, ən pasiv metallar üçün durudur. Ona görə 1 səhvdir, 4 doğrudur. Aktiv metallardan NO ayırırsa, kalium ümumiyyətlə ayırmaz, magneziumun qatısından ayrılar. 3, 4, A variantı. Getdi 22-yə. Deməli, nitrat turşusu ilə reaksiyada A və Y-in doğru verildiyi hallar. Kuprumdursa, əgər qatıdan NO2 ayırmalıdır, bu yanlış. Kalsiumdursa, qatıdan N2O doğru. Sinkdirsə, qatıdan NO doğru. C və durudan NO2 yanlış. 2, 3, uyğun cavab B. Kuprumun nitrat turşusunun reaksiyasına hansı reaksiyada duru götürülür? Deməli, NO2 ayrılıbsa bu qatıdır. Getdi. NO ayrılıbsa durudur. Kükürt NO verirsə durudur. 2, 3. Uyğun cavab Y. 24-cü sualda kalsiumun qatı nitrat turşusuna reaksiyası zamanı reaksiya daxil olan turşunun neçə faizi reduksiya olunur? Belə özümüz yazaq. Onda kalsiumun nitrat turşusu ilə reaksiyasından alındı kalsium nitrat, N2O qatıda və su. 0-dan gəldi müsbət 2-yə 2 elektron. Müsbət 5-dən gəldi müsbət 1 vəziyyətinə 4 elektron, 2-yə vuranda 8. 2, 8, deməli 4, 1 yazacaq onda. Kalsiuma 4, N2O-ya 1, deməli 8, 10, nitrat turşusuna da 10. Deməli 10 dənə azotdan ikisi N2O şəklində reduksiya olunub. Və 20%. Deməli uyğun cavab 24-də B variantı. 25-ci sualda deyir qeyri-metalımız deməli karbon, kükürt və ikisindən verib də elə karbonla kükürdü verib. İndi baxaq, bax, karbondursa, ümumiyyətlə sulfatın məsələn durusu zaten qeyri-metallarla reaksiya daxil olmur. Ona görə duru da 3 olmalıdır, %100. Ona görə A ilə B variantları getdi. Bu yəni %100 duruya aiddir. Çünki pasiv metallarla reaksiya girmir. Qatıda da 4 olmalıdır. Aha, hamısında var. Sonra nitratın qatısı və durusu yenə pasiv metallar kimidir. Duruda NO, qatıda da NO2. Deməli, bu oldu qatı, bu da oldu duru. Bu da qatı. İndi duruya aiddir 1 ilə 3, qatıda 2, 4. 2, 4, 1, 3. İndi baxırıq, bax bu ikisi uyğun gəlir. İndi karbon və kükürt. Deməli, nitrat turşusunun qatısı karbonla reaksiya daxil olmur.
Ancaq kükürdlə və fosforla reaksiya daxil olur. Ona görə də deməli reaksiyada götürəcəyik, daha doğrusu durusu reaksiya daxil olmur. Ona görə də ancaq götürürük C variantını. Çünki karbon belə bir reaksiyaya girmir. Uyğun cavab C variantı. 26-cı sualda metalımız deməli qatı nitrat turşusu ilə reaksiya məhsullarını istəyir. Görək hansıdır? X, Y, Z metalları reduksiyacılıq qabiliyyətinin artması ilə düzün. Qatı nitratla NO2 verirsə, məsəl üçün pasiv metaldır. Mis götürək. Qatı ilə NO verirsə, orta aktivdir. Məsəl üçün sink götürək. Və N2O verirsə, bunda aktivlərdən məsələn kalsium götürək. Reduksiyacılıq qabiliyyəti getdikcə artır. Yəni X, Y, Z istiqamətində artır. Uyğun cavab 26-da A variantı. 27-ci sualda deyir, ayrı-ayrı qablarda eyni mol sayda götürülmüş natrium artıq miqdarda götürülmüş qatı sulfat turşusu ilə və qatı nitrat turşusu ilə reaksiya daxil olur. Hansı müqayisə doğru verilmişdir? İndi bunları reaksiyaları yazaq, əmsallaşdıraq da gərək. Deməli, natrium üstə gəl H2SO4. İkisində də qatıdır da. Qatı nitrat, qatı sülfat. Aha. Deməli, H2SO4 buradan alındı natrium 2SO4, H2S və su və natriumun qatı nitrat turşusu ilə reaksiyasından natrium nitrat, N2O və su. İndi reaksiyaları bir dənə əmsallaşdıraq. Deməli, sulfat turşusunda qatıda 8 mol idi. O dəqiq yadımdadır. 8, 5. İndi bu tərəfdən də əmsallaşdıraq. Bura 4 düşür. Bura 1 düşəcək. Burada 4. Sonra natriumun nitrat turşusu ilə reaksiyasından bu əmsallar yadımda deyil. Deməli, 0-dan müsbət 1-ə gəlib, müsbət 5-dən müsbət 1-ə gəlib. 1 elektron, 1-i yazıram N2O-ya. Müsbət 5-dən müsbət 1-ə gəndə 4, 4 dəfə 2, 8, onda burada 8 yazıram. Natrium nitrat da oldu 8. Deməli, nə qaldı? Ümumilikdə 10 nitrat turşusudur və ondan da burada 5 yazırıq. İndi bizdə nə deyir? Deyir, reaksiya daxil olan turşuların mol sayı deməli nitratda daha çoxdur. Yəni ikincidə daha çox olmalıdır. Ona görə bu yanlışdır. Deməli ikincidə alınan duzların mol sayı nitratda daha çoxdur. Burada düz göstərilib. Reduksiya məhsullarının mol sayı ikisində də bərabərdir. Bu da doğrudur. Deməli 2-3. Uyğun cavab Y variantı olacaq 27-də. Keçdik. 28-ci sualda deməli elementlərimizi verib X, Y, Z olaraq qatı nitratla və natrium OH-la reaksiya daxil olmağına görə müəyyənləşdirək. İndi burada bir-bir yoxlayaq da biz. Deməli, element birinci seçək, nitrat turşusuna reaksiya daxil olurmu? Karbon, deməli qatı nitrat turşusu ilə reaksiyası var, duru ilə yoxdur. Qatı nitrat turşusu, deməli fosforla, karbonla, kükürdlə, hamısının reaksiyası var. Və uyğun olaraq da əmsalların qrup nömrələrinə uyğun olsaydı NO2 ayırır. Yəni bunların reaksiyası var qatı ilə, amma duru ilə yoxdur. Ona görə də qatı ilə deməli karbon da girir, silisium yox. Qeyri-metallardan xlor, nitrat turşusundan yox, karbon daxil olur. A, Y. İndi Y maddəsi onda karbon olmayacaq. Çünki nitrat turşusuna daxil olmayan deyir. Karbon olmaz, kükürd olmaz, kükürd də daxil olur. Y-ə görə elə çox su getdi. Karbonla kükürd getdi, xlor qaldı. Z-də isə Z hamısı ilə, kükürd natrium OH-la da, xlorla da daxil olur. İndi bizə birincidə mütləq lazım idi ki, kükürd olmasın. Zaten kükürd yox idi. Sonra variantlarda da Y-ə əsasən qatı nitratla reaksiya daxil olmayan karbon kükürd olan variantları çıxdıq. Yerdə qaldı Y variantı. Tez bazar.
29-cu sualda reaksiya girdiyi metallar reduksiya məhsulu. Deməli, əgər NO verirsə, deməli bu qatı nitratdır. X maddəmiz qatı nitratdır. Deməli, bu baxaq görək hansıdır? Qatı nitrat, qatı nitrat. Aha. D və Y variantları, B variantı aradan çıxdı. Sonra kuprumdan reaksiya girmirsə, yəni məhsulu yoxdursa, deməli ki, bu durudur və istəyir nitratın qatısı olsun, istəyir durusu olsun, onlar reaksiya verir. Amma sulfatın durusu pasiv metallarla reaksiya vermir. Ona görə duru sulfat ola bilər, qatı olmayacaq. Duru sulfat. Daha sonra natriumdan H2S verir. Deməli bu qatı sulfatdır. Ona görə deməli burada H2SO4-dür, nitrat demiş burada. Y variantı getdi, A variantı qalır 29-da. Burada nitrat turşusudur. Nitratın durusu ilə hamısı gedir də. Fərqi yoxdur demişdik. Deməli uyğun cavab olacaq A variantı. 30-cu sualda karbonun nədir bu? Qatı sulfat turşusu ilə reaksiyası. Karbonun deməli qatı sulfatla reaksiyasından CO2, SO2 su. İndi görək hansı ola bilər. Onda SO2 olacaq da. H2S ilə reaksiya daxil olursa, SO2-dik. Bu da kükürtlə su alınır. Onda bu da olsun kükürdün nitrat turşusu ilə reaksiyası. Və buradan da alınacaq NO2, H2SO4. İndi görək hansı ola bilər. Bunu da yazaq. Hər ehtimal gözümüzün qabağında. Deməli, X SO2-dir. Bir mənalı şəkildə. Y kükürtdür. Cavab ilə A variantı qaldı. Buradan da NO2. Uyğun cavab A variantı. 31-ci sualda deməli 40 qram kalsium karbonat. Kalsium karbonat tam reaksiya daxil olması üçün nə qədər nitrat turşusu lazımdır? Deməli kalsium NO3 2 dəfə və H2O CO2. Deməli burada yazıram 2. İndi 40 qram, yəni 0,4 moldur da, çünki 1 molu 100 qramdır. 0,4 moldursa, onda buna 0,8 mol nitrat turşusu lazımdır. Əgər 0,8 mol nitrat 60%dirsə, yəni 0,8 vur 63. Əgər bu 60%dirsə, onda deməli nitrat turşusunun ümumi məhlulu 100%-i nə qədər olacaq? Buradan hesablayıb tapırıq. Görək neçə eləyir. Bax, buradan 0,6. 63-ü vuraq 0,8-ə, bölək 0,6-ya. Görək nə alırıq. 84. 31-ci sualda uyğun cavab C variantı. 32-ci sualda qatı nitrat turşusu ilə reaksiyasından misin qatı nitrat turşusu ilə reaksiyasından bizdən reduksiya məhsulu istəyir. Çünki digərlərini burada göstərib. Yazacağıq X-ə NO2. Natrium karbonatına 2 cürə duz əmələ gətirir. Nitriti burada var. Deməli nitratını da biz yazacağıq. Və natrium nitratına parçalanmasından natrium NO2 və oksigen ayrılır. Oksigen burada göstərib natrium NO2. Deyir X, Y, Z maddələri müəyyənləşdirin. NO2, sonra natrium nitrat və natrium nitrit. Deməli, uyğun cavab 32-də B variantı. 33-cü sualımızda növbəti 33-cü sualımızda deməli 500 ml nitrat turşusu məhlulu 53 qramda natrium karbonat. Ümumiyyətlə nitrat turşusu natrium karbonatla reaksiyada natrium 2CO3 2-nin 1-ə nisbətində reaksiya daxil olur. Natrium nitrat 2 mol və H2O CO2 şəklində də ayrılmış olur. İndi 53 qram natrium nitrat. Biz birinci reaksiya əmsallarına uyğun yazaq. Deməli, burada 106 qramdır, yəni 1 moluna uyğun və 2 vurulsun 63 qram, yəni 2 mol, çünki bizə əsas mol hissəsi lazımdır. 2 mol nitrat turşusuna reaksiya daxil olur. Onda 53-ə də bir X yazıram və buradan tənasüblə tapıram ki, X nəyə bərabərdir? 1 mola bərabərdir. Yəni, nə bərabərdir? 1.
C-ni bizdən tapmaq tələb olunur. V-ni də özü verir 500 milli, yəni 0,5 litr və C bərabər dünya bölünsün V düsturunda 1-i bölürəm 0,5-ə, bu da eləyəcək 2. Uyğun cavab olacaq C variantı. Keçdik 34-cü sualda. Deməli, duru və qatı nitrat turşusu ilə reaksiyalarında deməli X və B-ni müəyyən edin. Reaksiyalar ağzı bağlı qabda aparılır. Deməli, qatı nitrat turşusu ilə NO2 verirsə və duruda da onda NO verəcək. Deməli, pasiv metaldır da. Sonra burada da onda NO-dur, çünki A maddəsidir. Maqneziumda qatıda NO verir. Deməli, B də olacaq qatı. İndi bizdən nə istəyir? B və X. X deməli pasiv metaldır və B də qatıdır. 35-də A variantı ilə uyğun gəlir. Digərləri uyğun deyil, A variantı. Keçdik 36-cı suala. Keçdik açıq suallara. Nitrat turşusu üçün hansı ifadələr doğrudur? Bütün duzları suda həll olur, doğru. Qüvvətli elektrolitdir, doğru. 2 əsaslıdır, yanlış. Suda yaxşı həll olur. Gübrə və partlayıcı istehsalında istifadə olunur. 3-dən başqa hamısı düzdür. 1, 2, 4, 5. Keçdik növbəti Euler-Venn diaqramımıza. Duru və qatı nitrat turşusuna aid olan xüsusiyyətləri cəmləşdirəcək. Birinci, deməli, qızılla reaksiya daxil olmur heç biri. A variantı bura. Dəmirlə reaksiya daxilində metalın 3 valentli duz alınır hər ikisində. Mislə reaksiyadan NO alınır. Yəni, passivdə NO verirsə durudur. C variantı bura. Soyuq halda dəmirlə reaksiya daxil olmur. Qatıya aiddir. Sonra natriumla reaksiyasına N2O alınır. Bu da qatıya aiddir. C, A, B və D, Y uyğun olaraq yazmış olduq. Keçdik 38-ci sualda X qatı nitrat turşusu ilə reaksiyası. Baxaq. Hansında NO, hansında N2O, hansında NO2 verir? Kalsium N2O verir. Deməli, A variantını yazıram bura. Magnezium qatıda NO verir. B-ni yazdıq bura. Kuprum qatıda NO2 verir. C-ni yazdıq bura. Natrium N2O verir. D-ni də bura. Aurum ümumiyyətlə reaksiyası yoxdur. Heç birinə yazmıram. Uyğunlaşdırmamız da bu şəkildə. 39-cu sualda nitrat turşusu üçün doğru ifadələri müəyyənləşdirin. Turş duz əmələ gətirmir. Doğrudur. Gübrə istehsalında istifadə olunur. Bəli. Şoralar şəklində. Suda pis həll olur. Yanlışdır. Karbamid alınmasında amonyakdır. İşığın təsirindən parçalanır. Doğru. Dəriyə düşəndə sarı ləkə əmələ gətirir. Zülalın təyini. 1, 2, 5, 6. Doğru cavab. Keçdik 40-cı sualda deyir, uyğunluğu müəyyənləşdirin. Deməli, hansı yalnız nitratla daxil olur? Yalnız kalium OH-la və hər ikisi ilə. Hər ikisi ilə reaksiya daxil olan, bu həm turşu, həm qələvi ilə gedən amfoter xassəli olanlardır. Məsələn, xromun 3 valentlisi, dəmirin 3 valentlisi kimi. Bunların hər ikisini götürürəm. Sonra kükürt, deməli, hər ikisi ilə reaksiya daxil olur. Həm qələvi ilə, həm turşu ilə. Deməli, onda B və D-ni %100 yazdıq bura. Qaldı digərləri. Bu əsasdır, amfoter də deyil. Ona görə ancaq turşu ilə gələcək. A variantı getdi bura. Sonra kalsium hidroksid də həmçinin C-də onun yanına. Bu CO2 turşu oksiddir. Bu turşu ilə yox, qələvi ilə gedəcək. Y-də bura. A, C, Y və B, D. Uyğun olaraq hərəsinə birini uyğunlaşdırdıq. 41-ci sualda, deməli, X qram mis duru nitrat turşusunun reaksiyasına alınan oksidin oksidləşməsinə 2,24 litr oksigen sərf olunub. Oksidin oksidləşməsinə duru nitrat turşusu ilə NO əmələ gətirir. NO-nun oksidləşməsindən NO2 alınır. 2-nin 1-ə nisbəti. Əgər 0,1 mol, yəni 2,24 litr oksigen sərf olunubsa, deməli, bu da 0,2 moldur. Və indi görək nə qədər misdən alınır. Mis üstə gəl. Nitrat turşusu alınır. Mis, NO3, 2 dəfə NO və su. Deməli, 0-dan müsbət 2-yə gəlib 2, müsbət 5-dən müsbət 2-yə 3.
3, 2. 3'ü yazırıq misin qarşısına. 2'ni yazırıq NO-nun qarşısına. 6, 8 nitrat turşuda. 8 suda 4. Aha. İndi bunları heç götürək. Deməli 0,2 mol əgər NO əmələ gəlibsə, onda 0,3 mol mis reaksiya daxil olub. 3'ə 2-dirsə 0,3'ə 0,2. İndi bizdən kütlə istəyir. Onda 0,3'ü də vururam 64'ə. Görə neçə eləyir? Deməli 0,3 vurulsun 64. Bu da eləyir 19,2 qram. Cavab olacaq 19,2. Keçdik 42-ci sualda. Deməli kalsiumun X, Y, Z-nə reaksiyalar verib. Deyir kalsiumun sulfat və nitrat turşularının reaksiyalarını reduksiya məhsulları verib. Aha, H2S-dirsə burada qatı sulfat turşusudur. Və buraya yazaq. Qatı H2SO4, Y maddəsi. Sonra əgər hidrogen ayırırsa bu duru H2SO4'dür. Çünki nitrat hidrogen verməz. Bu da X maddəsi. N2O verirsə bu da qatı nitratdır. Bu da Z maddəsi. Və deyir reaksiya məhsulları verib hansı ifadələr doğrudur? Okay. Misin X-lə reaksiyasından hidrogen ayrılır. Mis yəni duru sülfatdan ümumiyyətlə reaksiyası yoxdur. Misin Y-lə reaksiyasından, yəni qatı sülfatla reaksiyasından SO2 ayrılır. Doğrudur. Mis X-lə reaksiya daxil olmur. Bu da doğrudur. Misin Z-lə reaksiyasından qatı nitratdan NO yox, NO2 olmalıdır. Bu doğru olacaq. Deməli, nə oldu? 2, 3, 5. 2, 3, 5. 42-də doğru variant. Növbəti 43-cü sualda. Deməli, bizə nə deyir? Deyir, qatı nitrat turşusundan reaksiya məhsulu. Qüvvətli 2 əsaslı turşu. Yəni, bu nə olacaq? H2SO4 olar da. 3 əsaslı turşu. Bu da orta fosfat turşusu. RO2 tipli oksid, NO2, CO2. Deməli, qatı nitrat turşusu ilə. Ümumiyyətlə, silisium reaksiyası yoxdur. Yəni, heç birinə aid eləməyəcək bunu. Sonra xlordur, qatı nitrat turşusuna. Bunlar getdi. Qaldı A, C və Y variantları. İndi bunları uyğunlaşdıraq. Deməli, fosfor orta fosfat turşusu əmələ gətirəcək. İkinci, buradan yazaq. 1, 2, 3. Deməli, ikinciyə götürürəm A variantı. Karbondur, deməli, qatı nitrat turşusu ilə reaksiyasından deməli oksidləşəcək də CO2, NO2 tipli oksid, NO2 hamısında əmələ gəlir qatıda. Deməli ki, bu RO2 olana aid eləyəcək. 3-ə C. Sonra bu da getdi. Qaldı kükürt. Kükürtdəki H2SO4. Bu da Y variantı. Y, A, C şəklində uyğunlaşdırmış olduq. Keçdik 44-cü sual. Dəmirin qatı nitrat turşusu ilə reaksiyasından reaksiya üçün doğru olan ifadələri göstərin. Deməli, ferium NO3 3 dəfə, qatılığından asılı olaraq maksimum qatı götürək NO və su. Misindəki mis NO3 2 dəfə, SO4-dən də, sülfat deyil. Deməli, mis SO4 onda. Kuprum SO4, sonra SO2 və su H2O. Deməli, reaksiya üçün doğru olan ifadələr seçin. Birinci reaksiya deyir, soyuqda getmir. Qatı nitrat turşusu bəli, soyuqda passivləşdirir. Ona görə də götürmürük. Yəni, doğru ifadədir. İkinci reaksiyadan SO2 qazı alınır. Bu da doğru ifadədir. Birinci reaksiyanın dəmir 2 valentli, xeyr 3-dür. Hər iki reaksiyadan su alınır. Bu doğrudur. Birinci reaksiyadan qapalı qabda NO qazı alınır. Bu da doğrudur. Ağzı açıq qab olsaydı NO2 ola bilərdi. Deməli, 1, 2, 4, 5. Bu da oldu 44-cü sualın cavabı. Desəm, bitdi. Keçdik nitrat turşusunun duzlarına. Hansı duzun parçalanmasından metal əmələ gəlir? Təbii ki, pasiv metallar olmalıdır. Civə, argentium kimi. Uyğun cavab C variantı. İkincidə, deməli, nitrat turşusunun reaksiyasından deyir, NO, su və nitrat duzu alınır. Hansı duzdan NO verir qatı ilə? Orta aktivlər, məsələn, dəmir. Və bu da parçalananda 2 valentli nitrat turşusu ilə deməli 3 valentli duz əmələ gətirməlidir. Buradan 3 valentli oksid alınmaz. Ona görə də qatıda NO verən digəri, məsələn, sink oksid. Çünki alüminiumda
alüminium KO3 verməlidir. Deməli, sabit valentli olaraq Y variantını götürmüş olacaq. Keçdik 3-cü sualda maddəmiz X və Y-dir. Deyir, X ilə Y-i tapın. Termiki parçalanmasından azot alınır və oksigen alınır. X-də deməli oksigen alınır. Və birincidə ümumiyyətlə oksigen alınır. Deməli, bu Y-ə aiddir. Sonra nitritdən azot alınır. İkincini X-ə aid edək. Amonium dixromatdan da azot alınır. Üçüncünü də bura. 2, 3 və 1. Uyğun cavab B variantı. Keçdik 4-cü sual. XNO3 deməli parçalanmasından NO2 alınır. Deməli ki, bu aktiv metaldır və valentliyi 2-dir. Hansı ola bilməz? Kalsiumdan barium olar. Amma mislə magnezium olmaz. Ona görə 1, 4, D variantı olmaz. 5-ci sualda hansı halda hər iki birləşmənin termiki parçalanmasına bəhqalıq alınmır? Bir amonium nitratda, bir də civə nitratda falandır. Baxaq hansılarda? Kaliumda qalır, kuprumda qalır, kalsiumda, natriumda qalır, amonium duzlarında qalmır. Burada da kalsium var. Uyğun cavab B variantı. Hansı nitratın parçalanmasından NO2 alınmır? NO2 alınmır, baxaq. Burada alınır. Kalsium aktiv metallarda NO2 yoxdur. A variantı. 7-ci sualda hansı reaksiya məhsulu doğru göstərilmişdir? Buradan kuprum alınmaz, yanlışdır. Natrium OH NO2 ilə natrium nitrat, nitrit və su. Deməli, ikinci doğrudur. Amonium nitratdan N2O su doğrudur. Amoniyak katalitik olaraq NO olmalıydı. Bu yanlış. 2, 3 uyğun cavab D variantı. Getdik. 8-ci sualda magnezium X maddəsi NO3 2. Deməli, parçalanmasından nitrit alınıbsa, məsələn, bu kalsium ola bilər. Sonra 2 valentli oksiddirsə, deməli ki, bu, məsələn, orta aktivlərdən tutaq ki, sink, kuprumda daxil olmaqla. Deməli, Z maddəsindən metalın özü ayrılıbsa, məsələn, 2 valentlidir, civə götürək. Kalsium, sink, civə nə deyir bizə? Reduksiyicilik qabiliyyətinin artma ardıcıllığı ilə aşağıdan yuxarıya doğru artır. Z, Y, X. Z, Y, X. Uyğun cavab 8-də Y variantı. Keçdik 9-cu sualda amonium nitrat, kalium nitrat, natrium nitrat üçün uyğun ifadələr. Suda həll olurlar, nitratların hamısı həll olur. Qızdıranda eyni cür parçalanırlar. Yox, amonium nitrat eyni cür parçalanmır, oksigen vermir. Hidrolizə uğrayırlarmı? Qüvvətli, əsas qüvvətli turşudur. Bunlar hidrolizə uğramırlar. Gübrə kimi hamısı istifadə olunur. 1, 4. Uyğun cavab A variantı. 10-cu sualda deməli X nitrat, X oksid NO2 və oksigen verir. Deyir, metal tapın. Kalsium olmaz, alüminium olmaz, oksid bu şəkildə olmur. Mis ola bilər, argentium olmaz, civə olmaz. Elə cavab mis olacaq, C variantı. Hansı nitrat tuzunun parçalanmasından qonu renkli, yəni NO2 qazı ayrılmır? Amonium nitratdan ayrılmır, məsələn. 11-də D variantı. 12-ci sualda hansı reaksiyalardan oksigen qazı alınmır? Ümumiyyətlə nitratların hamısından demək olar ki, alınır metallı birləşmələrində. Alınmayan amonium nitritdir, amonium nitratdır və bunlardan oksigen alınmır. 2, 4 və kalium xlor O3. Bu nitrat deyil. Amma manqan O2 iştirakında buradan oksigen alınır. Doğrudur. Yuxarıdan 2, 4. Uyğun cavab 12-də Y variantı. 13-cü sualda 1 mol nitratın tam parçalanmasından alınan oksigenin mol sayının zamandan asılılıq qrafikinə əsasən 1 molundan 1 mol oksigen ayrılır. Məsəl üçün, natrium nitrat və yaxud da ki, kalium nitrat bunlardan deməli 2 molundan 1 mol ayrılır. Bu getdi. Sonra indi amonium duzlarına, kalsiuma da baxaq. Deməli kalsium nitratdan kalsium NO2 2 dəfə və oksigen. Elə 1-in 1-ə nisbəti burada var. Elə Y variantını da götürək. Bu da getdi. Y variantı. 14-cü suala keçək. 14. Hansı reaksiyadan alınan məhsullar doğru verilməyib? Natrium nitrit oksigen doğrudur. Kuprum oksid NO2 oksigen doğrudur. Argentium NO2 oksigen
N2O-su bu səhvdir. Kalium 2O və NO2 olmalıdır bu şəkildə. Y variantı səhvdir. 15-ci sualda X, Y, Z parçalanma məhsullarını verib. Natrium nitritdən azot alınır. Bax, natrium nitrit olan vəziyyətləri seçəcəyik. A ya da C variantı olacaq. N2O verirsə natrium nitratdır. Və NO2 verirsə, bu da kuprum. Deməli, uyğun cavab C variantı. Sonra ekvivalentli nitrat duzunun XO, NO2 oksigen hansı ola bilməz? Kalsium ola bilməz, sink olar, civə də ola bilməz, oksid vermir. 1, 3. Uyğun cavab D variantı. 17-ci sualda argentium duru nitrat turşunan reaksiyasından NO alınır. NO-da da azotun oksidləşmə dərəcəsi müsbət 2. Uyğun cavab D variantı. 18-ci sualda deməli, natrium karbonat NO2 ilə natrium nitrat, natrium nitrit və CO2 natrium nitratın da parçalanmasından natrium nitrit, onda X maddəsi olaraq, çünki burada da eyni maddədir və oksigen. Y-də olacaq oksigen. Deməli, natrium nitrit ilə oksigen 18-də A variantı. Heç yuxarıdakı reaksiyaya ehtiyac yoxdur. Aşağıdakının X-i də Y-i də tapmaq olur. 18-də A variantı. Keçdik 19-cu suala. Oksidləşmə reduksiya reaksiyasının növünü müəyyənləşdirin. NO2-nin süni reaksiyası, deməli, burada nitrat, nitrit, nitrat və NO yazaq da, çünki temperatur yazıb. Deməli, buradan alınacaq ancaq nitrat turşusu. Kalsium nitratın parçalanmasından da deməli, kalsium nitrit və oksigen. İndi baxaq, hansında deyir ki, molekul daxili, molekul arası yoxsa öz-özünədir. Deməli, eyni molekulun daxilində təbii ki, bu parçalama reaksiyasını götürəcək. Deməli, 3-ə, molekul daxiliyə 3. Bu nağdır. Sonra molekullar arası. Molekullar arası deməkdirsə, indi baxaq, bax. Deməli, burada həm oksigendir, həm də azotdur oksidləşmə dərəcəsində. Müxtəlif elementlərdirsə, deməli, öz-özünə kommutasiya falan bunların heç biri olmur. Ya molekullar arası olur, ya molekul daxili. Görürük ki, bunlar da hərəsi başqa-başqa molekullardadır. Deməli, molekulların arasında oksidləşmə reduksiyaya gedir. İkinci molekullar arasıdır. Cavab çıxdı. O birisi də öz-özünədir. Çünki eyni elementdir. Bir dəfə artır, müsbət 5-ə, bir dəfə azalır, müsbət 2-yə. Artan da özüdür, azalan da özüdür. Ona görə öz-özünə uyğun cavab A variantı. 20-ci sualda deməli, metalları verib nitrat duzunun parçalamasından deməli, bu kalsium ola bilər, barium ola bilər, məsələn. Y əmələ gəlibsə, metalın özü argentium, civə ola bilər. ZO, bu da orta aktivlərdəndir. Məsələn, sink oksid şəklində. Metalların aktivliyin artma sırası ilə ən aktiv kalsiumdur. Artma sırası yazdırıq da bu istiqamətdə. Sonra Z-dir, sink, ən passivdə argentiumdur, YZ, X. YZ, X. Uyğun cavab Y variantı. 21-ci sualda deyir, hansı metal nitrat tuzunun həm parçalanmasından, həm də suda məhlulun elektrolizindən sərbəst metal alınır. Pasiv metallara aiddir bu. Çünki burada kuprum oksid alınır. Bu da ümumiyyətlə heç birində sərbəst metal verməyəcək. Nə suda məhlulda elektrolizdə, nə də nitrat tuzunda. Yalnız 3. Uyğun cavab 21-də C. 22-ci sualda, deməli, biraz kiçildək. Nitrat duzlarını verib, yenə parçalama məhsulları XO-dursa, məsələn, sink ola bilər. Y-dirsə, məsələn, civə ola bilər. Buradan da kalsium ola bilər. İndi deyir ki, bunların qatı nitrat turşusu ilə reaksiyasına reduksiya məhsulları müəyyənləşdirin. X-ə uyğun gələn, yəni Z-də NO-dur. NO. A, C, Y variantından. Buradan Y-lə qatı nitratdan NO2-dir. Artıq bu getdi. Deməli, ya A, ya da C variantıdır. Kalsiumun da qatı nitratdan N2O.
Hansıdadır? C variantında. Uyğun cavab oldu 22-də C. Keçdik 23-cü sualımızda. Deməli, kalium nitrat və civə nitrat duzları qarşılığının qızdırılması zamanı alınan məhsulların mol sayını zamandan asılılıq qrafiki. Onda ikisini də yazmalıyıq da biz. Deməli, kalium NO3 alınacaq, kalium NO2 və oksigen. Sonra o birisi nədir? Civə 2 nitrat. Deməli, hidrogen NO3 2 dəfə, civə NO2 və oksigen. Aha, burada əmsallar bəllidir. 2, 2, 1. Burada da görək nəyi götürək. Bura 2 götürsək, 2 dəfə 2, 4, 6, 3 dəfə 2, 6. Всё, əmsallaşma tamamlandı. İndi deyir ki, qızdırılmasının alınan məhsulların mol sayının zamanla asılılıq qrafiki. Oksigen, deməli, ümumi 3 moldur. Tutaq ki, x-dir. Burada 0,5 x alınacaq. Bu da y-dir. Y molda civə alınır. Y molda oksigen alınır. Deməli, y-in qiyməti civəyə əsasını tapırıq 2. Deməli, 2 moldur. 2 mol, bu da 2 mol. Onda cəmi də 3 moldur axı. Onda yerdə qalır 1 mol. Bu da 0,5 x. X də bərabərdir 2-yə. Deməli, 2 molda kalium nitrat parçalanır və bizdən nəyi soruşur? Neçə mol duz parçalanır? 2 mol kalium nitrat, 2 mol da civə 2 nitrat. X2 tapdıq da, bu da 2 olacaq. 2, 2, 4 mol cəmi parçalanmış olur. Y variantı. Getdik. 24-cü sualda natrium nitrat, mis2 nitrat, gümüş 1 nitrat duzları qarşılığının qızdırılması zamanı alınan məhsulların mol sayının zamanından asılılıq qrafiki. Yenə reaksiyaları yazaq, əmsallaşdıraq. Natrium nitratdan 2 molundan 2 mol nitrit, 1 mol da oksigen. Bu birisi nədir? Argentium nitrat. Argentium nitrat parçalanmasından argentium, NO2 və oksigen. İndi buradan da əmsallaşdırma aparsaq, bura 2 yazmalıyıq onda, bura 2, bura 2. Deməli, görək indi bizdən nə soruşur? Deyir, məhsulların zamandan asılılıq qrafiki. Cəmi 3 mol oksigen alınır, 2 mol argentium. 2 mol argentiumdan 1 mol oksigen alınır. Deməli, onda burada 4 mol natrium nitratdan da 2 mol oksigen ayrılsa cəmi 3 edir. İşte buradan indi NO2-lərə baxsaq, NO2 ancaq argentiumdan alınıb da. Deməli, 1 moldursa, deməli 2 mol da NO2 olmalıdır. Mis2 nitrat qalıb. Sorry. Deməli, bunları götürün, mis2 nitratı da yazaq. Kuprum NO3 2 dəfə, kuprum O, NO2 və oksigen. Deməli, 2 mol, 2 mol, 2 mol. Aha, всё. Uyğun gəldi. Deməli, indi baxaq buradan. Deməli, argentiumun əsasını tapdıq ki, 1 mol oksigen argentiumdan alındı. Qalan 3 mol oksigendir də cəmsi. Qalıb 2 mol. Və NO2 əsasən tapdıq ki, 2 mol NO2 buradadır. Deməli, 4 mol NO2 də buradan olacaq. Onda 2 mol oksigen də buradadır. Və 4 moldursa 4 mol da duz buradadır. Aha, duzumuz deməli 4 mol kuprum nitrat. Bu dəqiq. 2 mol argentium nitrat. Bu da belə. İndi qaldı natrium nitratı təyin eləmək. Bunda oksigene əsasən təyin eləyək. 2 mol oksigen burada, 1 molu burada. Elədi 3. Elədi 3. Onda deməli, axı düz gəlmir. Neçə mol duz parçalanır. Bunda belə çıxır ki, natrium nitrat mis2 nitrat natrium nitrat parçalanmayıb. Deməli 4, o da ki 6 mol. 24 A variantı. Çünki natrium nitrata heç bir şey qalmır. Natrium nitrat deməli parçalanmıyor. Çünki oksigenin miqdarı yoxsa çox olardı. Deməli 3 mol oksigen zaten var. Natrium nitrat heç nə qalmayıb. Uyğun cavab A variantı. Getdi 25-ci sualda hansı maddənin parçalanması oksidaşma reduksiya reaksiyasıdır?
Amonium xloridin parçalanması heç bir oksidləşmə reduksiya yoxdur. Amoniyak H-xlor. Burada N2O, burada da azot. 2 ilə 3 uyğun cavab Y variantı. 26-da kuprum nitratın parçalanması, nəsə duru nitratla reaksiyası. Deməli, buradan NO2 ilə oksigen ayrılacaq. Z maddəsi NO-dur, dəqiq. İndi natrium nitratdan da oksigen alındığına görə onda bu oksigen olacaq. Bu da NO2 olacaq. Hansı reaksiya doğrudur? X-in üzərinə 3 mol Y gəlmişəm. Aydı da. Oksigen deməli X-dir. NO2. X ilə Y NO2 ümumiyyətlə oksidləşmir axı, yəni reaksiyası yoxdur. Ona görə birinci ifadə yanlış. Keçdik. Deməli X ilə Y. X ilə Y reaksiyaların pozaqda da X dedik ki, Y ilə getmir. Y ilə Z-ə baxaq. C ilə D bunlara uyğundur. Y, Z. NO2, NO. Belə bir reaksiya da yoxdur. Sonra X ilə Z, oksigenlə NO, 2 mol NO2 əmələ gətirir. Bu doğrudur. Y variantı 26-da. Keçdik. 27-ci sualda deməli amonium duzudur. Deyir amoniyak ayrılır. pH da 7-dir. Yəni ki, neytral mühitdə. Onda zəif belə deyək, turşu qalıq olmalıdır. Amonium karbonat məsələn. Ola bilər. B ilə C. Sonra amoniyak ayrılmır və pH da 7-dən yuxarıdır. 7-dən yuxarı deməli turş mühitdir. Daha doğrusu 7-dən kiçikdir. Deməli turş mühitdir və amonium nitratla amonium nitrit olacaq da. Deməli amonium nitrat, buradan da amoniyak ayrılır, amma mühit yenə qüvvətli turşdur. Deməli amonium xlorid. C variantı hər iki tərəfli ödənir. Keçdi 28-ci sualda kükürdün X ilə Y, Z görə bunlar nədir? Variantlarla işləməliyik də X, Y, Z-i müəyyənləşdirməliyik. Kükürd deməli qatı nitrat və yaxud da ki sülfat filan verib də, düzdürmü? Aha. Deməli, duru sülfat turşusu ilə reaksiyası yoxdur ümumiyyətlə. Bu duruları aradan çıxardıq. Qaldı qatılar. Qatı nitrat turşusu ilə Y maddəsi olaraq su verə bilər. Su verə bilər. Sonra qatı sülfatla reaksiyasından deməli SO2 verə bilər. Bu da ola bilər. Su da alına bilər. Deməli NO2 qatı nitratdan bu da olar. Hər iki Y-də problem yoxdur. İndi həmin Y-in Z-lə reaksiyasından tutaq ki Y maddəsi su. Suyun NO ilə reaksiyası NO2 ilə var, NO ilə yoxdur. B variantı getdi. SO2-nin H2S-lə Y ilə Z. Kükürt və su alınır da. Deməli, T maddəsi su olmaz, çünki oksigenlə reaksiya gedir. Kükürt ola bilər və buradan da SO2 verməlidir. C variantı uyğun gəlir. Yəni, o birisindən baxaq. Bax, dəqiq yerinə yazaq indi. Kükürdün, tutaq ki, bax, qatı sülfat turşusunun reaksiyasından alınacaq SO2, su, düzdürmü? İndi Y maddəsini tutaq ki, SO2 götürdük. SO2-nin Z maddəsi ilə H2S-lə reaksiyasından kükürt və su alınacaq. Deməli, T maddəsi də kükürt olsa, Z maddəsi də SO2 olacaq. Z amma H2S-də axı. Onda bu ödənmədi. Burada H2S yazmışıq. Deməli, indi eyni şeyləri su ola bilsə, əgər Y maddəsi su olsa, suyun nə ilə reaksiyası? NO2 ilə reaksiyası. Deməli, su üstə gəl NO2, alınır nitrat, nitrit. İndi adi şərtdə baxaq da. Yox, temperatur verib də burada. Onda nitrit yazmayaq, NO yazaq. Sonra nəyi göstərir? Deməli, H2SO4, H2O, NO2. Reaksiya getdi. Deməli, H2O oldu Y,
Z də oldu NO2. Sonra nitrat turşusu ilə reaksiyasından deməli oksigenlə girən onda T maddəsini NO götürsəm, NO-nun da, yəni T maddəsinin oksigenlə reaksiyasından NO2 alınmalıdır. NO2 də Z-dirmi? Bəli, Z. Bunda uyğun cavab D variantı. Keçdik 29-cu sualdan. Nitrat turşusunun, nitrat duzunun parçalanma məhsullarını verib. X metalı, deməli, metal oksid ancaq verir. Deməli, orta aktivdir. Məsəl üçün götürək sink. Deməli, burada metal vermir, oksid vermir, nitrit verir. Onda bu məsəl üçün kalsium, natrium falan. Metal verirsə, onda bu da məsələn argentin götürək. Deyir, ionların oksidləşdirici qabiliyyəti müqayisə edir. Nə qədər passivdirsə, bir o qədər oksidləşdiricidir. Z böyük olmalıdır X-dən, o da Y-dən. Görək hansına uyğun gəlir? 29-da C-yə uyğun gəlir. 30-cu sualda natrium nitratın X-lə reaksiyası, natrium nitrit və CO2. Deməli, buradan baxaq, natrium nitrit. Nitritdirsə, nitritə qədər reduksiya olunub. Tutaq ki, götürək bu karbon olsun. CO da ola bilər. CO daha uyğundur. Məsələn, reduksiya edici olmalıdır. Reduksiya prosesidir. Kalium nitrat X-lə və görək X nəyi götürək? Y-də kükürt olsun. Onda karbon olmalıdır onda bu. Karbonla və kükürtlə reaksiyası, qara barıtın partlaması reaksiyasıdır. Buradan da kalium 2S alınacaq. Deməli, görək hansı uyğun gəlir. Karbon, kükürt, A variantı uyğun gəlir. Karbon, kükürt və kalium 2S. Keçdik 31-ci sualımızda. Feryum 3 nitrat parçalananda dəmir 2O3 buradan da alındı NO2. Natrium karbonatla nitrat, nitrit və deməli su. Belə yazaq da. Su yox. Natrium nitrat, natrium nitrit və karbon qazı. Karbon qazı. Deməli CO2. Bu da Y maddəmiz. Amoniakla reaksiyasından da buradan da karbamid. CONH2 2 dəfə və su. İndi Z maddəsi su olmaz, amma karbamid olar. 31-də C variantı. 32-ci sualda qatı nitrat, qatı sulfat turşularına aid ifadələri müəyyənləşdirin. Okey. Deməli, dissosiasiya edir. Bu qatı nitrata aiddir. HNO3. Higroskopikdir. H2SO4. Bu sualı vermişdilər. Hər ikisinin kütləsi dəyişir. Hər ikisi. Deməli, 1, 3 aiddir nitrata. 2, 3 aiddir sulfata. Y variantı. Təkrar sualdır. 32-ci sual. Növbəti 33-cü sualda, deməli, bizə deyir ki, NH4 xlor kalium nitritlə duz və duz reaksiyasında, deməli, buradan alınmalıdır amonium nitrit. NH4, NO2 mübadilə tipli. NH4, NO2 də temperaturda getdiyinə görə parçalanır azota və deməli suya. Deməli, onda X maddəsi oldu azot. Sonra amonium xlorid kalium OH-la. Əvvəlcə alınır kalium OH və NH4OH. NH4OH da amoniaka və suya parçalanır. Y maddəsi də amoniak. Hansı reaksiya doğrudur? Amoniak karbon qazı ilə karbamid su doğrudur. Kuprum nitratın parçalanmasından azot alınmaz. NO2-dir. Bu yanlış. Kuprum oksidin amoniakla kuprum, azot və su. Bu doğrudur. 3 də doğrudur. Elə cavab çıxdı da 1-3. Görək o birisi nədir? Amonium nitratdan N2O belə bir maddə yoxdur burada. 1-3 uyğun cavab C variantı. 34-cü sualda deyir uyğunluğu müəyyənləşdir. Nitrat turşusunun duzudur və parçalanma məhsulu XO-dur. Deməli, 2 valentlidirsə bu ola bilər, bu ola bilər. B ilə D. Yazaq bura 34-də. Sonra nitrit əmələ gətirir 2 valentlidir. Bu kalsium olacaq. A variantı. Natrium olmaz.
Civə də metal verəcək də, ekvivalentlidir özü. BD, A, Y. Bu şəkildə də uyğunlaşdırırıq. 35-də yenə parçalanmadır. Nitritdirsə, ekvivalentlidir kalsium. Deməli, birinciyə C variantı, natrium olmaz. Sonra metal özüdürsə, deməli, civə, kuprum oksid də olmaz. Buradan civədir, B variantı. Sonra ekvivalentli oksid verirsə, bu misdir və sinkdir. Bu da Y. Uyğunlaşdırdıq. 36-cı sualda. Deməli, uyğunluğu deyil, müəyyənləşdirin. Alınan bəsit maddə sayı 1-dir, 2-dir. Argentium sulfatda, argentiumdur, SO2-dir, oksigendir. Deməli, A variantını aid edirəm bura. Sonra B-yə baxıram. Amonyakın oksigenə katalitik NO və su. Burada ümumiyyətlə yoxdur. Deməli, 3-cü yanda aid eləyək. Kuprumda kuprumun oksidi, NO2 və oksigen bir dənə. C variantı getdi bura. Kalium brom qatı sulfatla reaksiyasından buradan brom bəsit maddə kimi alınır. Ancaq başqa heç bir şey. D variantı getdi 1 olan hansıdır bura. Sonra kuprum oksidin amonyakla da burada da karbon, kuprum, azot və sudur. 2 dənə bəsit maddə. Kuprumla azot. Deməli, 2 dənəyə, onda Y variantını bura yazaq. C, D, A, Y, bir də B. Keçdik 37-ci sual və sonuncu sual olmalıdır bu. 37-ci sualda, deməli, uyğunluğu müəyyənləşdirin. Nitratların parçalanma məhsulları yalnız oksid verir. Deməli, litium NO2-də, məsələn, buradan oksigen də ayrılır. Yalnız oksid. N2O və su. Ancaq burada yalnız oksid. Onda D variantı. Görək, başqa qabağımıza çıxsa yazarıq. Natrium nitratdan nitrit duzu və oksigen. Deməli, buradan duz. A getdi bura. Argentium, NO2 və oksigen. NO2, oksigen. Deməli, metal alınan reaksiyaya aid eləyək. B də geçsin bura. Sonra litium nitratdan litium 2O, NO2 və oksigen ayrılır. Bunda yalnız oksidə mi götürək? Bəsit maddən soruşmur da. Onda C-ni də yazsaq bura. Amonium nitrat heç N2O su. Burada 2 cürə oksid. Kalsium nitratda duz, nitrit duzu və oksigen. Onda oksigeni nəzərə almayıb da burada. Yalnız oksid, yalnız sözün yazmasaydı daha yaxşı idi. Y variantı da duz. C, D, B, Y. Bu metalı niyə yazdım? Duz. C, D, B və A, Y. Bu şəkildə də uyğunlaşdırmış olduq 37-də.